Elhamdülillahi Rabbil alemin ve bihi nesta'in ve salatu ve selamu ala Resulillahil emin ve ala alihi ve ashabihi ve tabi'ina ve etba'ihim bi ihsanin ila yevmiddin emma ba'd. Uca Allah Ərəf surəsinin 6-cı ayəsində belə buyurur: "Və lənəs'əlennəl-ləzīne ursilə ileyhim və lənəs'ələnnəl-mursəlin." Biz özlərinə elçi göndərilmiş ümmətləri də, onlara göndərilmiş elçiləri də mütləq soru-sual edəcək. İmam Şinqiti rahimehullah bu ayənin təfsirində demişdir ki, burada nə elçilərin, nə də insanların nədən soruşulacağı bəyan edilməmişdir. Ancaq Uca Allah başqa ayələrdə elçilərdən ümmətlərinin onlara nə cavab verdikləri barədə, ümmətlərdən də elçilərinə nə cavab verdiklərini soruşacağını bəyan etmişdir. Ona görə sonra davam edir İmam Şinqiti deyir ki, Uca Allah bir ayədə buyurur ki, يَوْمَ يَجْمَعُ اللّٰهُ الرُّسُلَ فَيَقُولُ مَاذَا اُجِبْتُمْ Maidə surəsi 109-cu ayədə Allah elçiləri toplayacağı gün deyəcək, sizə nə cavab verildi? Allah elçiləri toplayacağı gün deyəcək, sizə nə cavab verildi? Başqa ayədə isə Uca Allah belə buyurur, وَيَوْمَ يُنَادِيهِمْ فَيَقُولُ مَاذَا اُجِبْتُمُ الْمُرْسَلِينَ Qasas surəsi 65-ci ayə. O gün Allah onlara nida edib, elçilərə nə cavab verdiniz deyəcəkdir. Diqqət etsək, İmam Şinqiti öz sözlərinə rahimehullah hər iki ayəni gətirdi ki, Allah həm elçilərdən soruşacaq ki, ümmətiniz sizə nə cavab verdi? Həm də ümmətlərin özündən soruşacaq ki, siz elçilərə nə cavab verdiniz? İndi gələcək, yəni burada cavab vermək dedikdə nəzərdə tutulur. Bəzi təfsir alimləri isə demişdir ki, Allah elçilərdən necə dəvət etdiklərini də soruşacaq. Bu haqda necə ki, İbn Abbas radiyallahu anhümə demişdir, Allah həm peyğəmbərləri, onların risalətini necə təbliğ etdikləri barədə, həm də insanları peyğəmbərin çağırışını necə cavab verdikləri barədə sorğu-sual edəcək. İmam Bağavi rahimehullah bu ayə haqda demişdir ki, ayədə keçdi ki, göndərilmiş elçilər də mütləq sorğu-sual edəcəyik. Deyir ki, yəni biz onlardan peyğəmbərlərin onlara çatdırdıqlarına nə əməl etdiklərini sorğu-sual edəcəyik. Burada İmam Bağavi rahimehullah bizə nəyi açıqladı? İnsanların peyğəmbərlərə cavab verməsində məqsəd nədir? Yəni, peyğəmbərlərin dəvətinə əməl ediblər, yoxsa yox? Sonda qısa olaraq bildik ki, dəvətçilər təbliğ edib etməmələrindən soruşacağı kimi, dəvət olunanlar da dəvətə əməl edib etmədiklərindən sorğu-sual olacaqlar. Kim Peyğəmbər s.ə.v dəvətini qəbul etmək istəyirsə, nə etməlidir? Yəni, onun hədislərinə əməl etməlidir. Ona görə burada Peyğəmbərin dəvətinə cavab vermək şərt deyil ki, yəni həmin Peyğəmbəri görəsən. Peyğəmbərimiz s.ə.v həyatda olmasa da onun sünnəsi, hədisləri bizimlədir, qiyamətə qədər qalacaq. Peyğəmbər s.ə.v sünnəsinə tabi olmağa çoxlu ayələr və işarələr var. Ona görə dəvətçilər, məsələn, dəvətçi adı şərəfli addır. Lakin o demək deyil, hər bir dəvətçi haqq dəvətçidir. Hər bir dəvətçi doğrudur. Bəli, nə qədər zəlalət dəvətçiləri var, nə qədər zəlalətə çağıran dəvətçilər var, insanları azdıran dəvətçilər var. Onlar səbəb olurlar insanların azmasına və ətrafındakı digər insanların o dəvətdən üz çevirməsinə səbəb olurlar. Və ona görə də əgər bir dəvətçi dəvətini doğru şəkildə eləyərsə, düzgün dəvət eləyərsə, istər bu etdiyi dəvətin mövzusu olsun, yəni dəlil üzərində olması olsun,
doğru olsun. İstərsə də onun üslublarında olsun, düzgün metodla çatdırmaq. Hər ikisində də düzgün dəvət edibsə, ondan sonra insanlar onun dəvətini qəbul etməyibsə, deməli, problem bu dəvət olanlardadır. Allah daha yaxşı bilir. Və sallallahu alə nəbiyyə Muhammed və alə alihi və səhbihi və səlləm.